Amma iyun ayında Azərbaycan-Ermənistan sərhədində Gədəbəydə baş verənlər humanizmlə bir araya sığmır. Qanlı toqquşma baş verir. Niyə? Bizim Gədəbəy rayonu ilə Ermənistanın Şəmsəddin rayonu arasında ötən ildən davam edən münaqişəyə son qoymaq üçün köhnə xəritələr qaldırılır. İki respublika nümayəndələrinin qarşılıqlı razılığı əsasında sərhədlər əvvəlki kimi 1945-ci il xəritələrinə əsasən yox, ermənilərin istədiyi kimi 1927-1930-cu illərin xəritələri ilə müəyyənləşdirilir. Belə olanda Gədəbəy rayonunun bəzi ərazilər Ermənistan SSR-ə keçir. Belə bir razılaşmadan sonra Azərbaycan SSR Ali Sovetinin rəyasət heyəti qərar layihəsi hazırlayır. Layihədə deyilir ki, Azərbaycan SSR və Ermənistan SSR-dən paritet əsaslarla təşkil edilmiş komissiyanın təklifi qəbul edilsin. Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR nümayəndələri ilə birlikdə Respublika sərhədinin müvafiq sahələri üzrə qrafik təsvir natura şəklində reallaşdırılsın. Söhbət nədən gedir? Bizim Ali Sovet Azərbaycanın Gədəbəy rayonu ilə Ermənistanın Şəmsəddin rayonu arasında yeni sərhəd xətti müəyyən edir. Bu xəritəyə görə Azərbaycanın bir çox torpaq sahələri Ermənistana keçməlidir. Bu mövzuya Ulu Öndər Heydər Əliyev sonralar qayıdacaq və aydınlıq gətirəcəkdir. Ermənilər, Ermənistan çalışırdı ki, Azərbaycanın Ermənistan olan sərhəd rayonlarında bəzi torpaqları öz torpaqları kimi əllərinə keçirsinlər. Köhnə xəritələri çıxartmışdılar 29-cu ilin, 38-ci ilin xəritələrini. 2-3 il danışıqlar getdi. Təəssüf ki, bu danışıqlar nəticəsində 69-cu ilin may ayında həqiqətən Azərbaycanın Ali Soveti belə bir qərar qəbul etmişdir ki, həmin o sərhəddə olan torpaqlar Ermənistana mənsubdur və Ermənistana verilməlidir. Bu, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin həmin qərarıdır. 7 may tarixli qərar. Qərarda Nazirlər Sovetinə tapşırılır ki, sərhəddin naturaya köçürülməsini bu il noyabrın 1-nədək təmin etsin. Yəni, noyabrın 1-nə qədər torpaqlar verilsin. Elə bilirsiniz, yerli hali bu qərarı sakit qarşılayır. Qətiyyən. Müxtəlif dövlət orqanlarına şikayət yazırlar. Nəticəsi olmur. İyunun 16-sında 44 nəfər Gədəbəy sakini Moskvaya, Leonid Brejnevin qəbuluna gedir. Gədəbəydən gedənlər birbaşa Kremlə üz tuturlar. Şikayətçiləri Daxili İşlər Nazirliyinin və Təhlükəsizlik Komitəsinin əməkdaşları qəbul edir. Niyə gəldiklərini soruşurlar. Lakin şikayətçilər təkid edir ki, biz dərdimizi ancaq Brejnevə deyə bilərik. Onda şikayətçilərin 7 nəfərdən ibarət nümayəndə heyətini Sovikp MK qəbul şöbəsinin müdürü Tixamirovun kabinetinə aparırlar. Bu 7 nəfər də sözlərini yalnız Brejnevə deyəcəklərini bildirirlər. Onların belə təkid etdiyini görəndə bütün 44 nəfərlik nümayəndə heyəti qəbul şöbəsinə çağırılır. Və onlarla Mərkəzi Komitənin əməkdaşları Starchenko, Tixamirov və Kiselyov söhbət aparır. Moskvalı məmurlar xahiş edirlər. Siz probleminizi deyin, biz Brejnevə çatdırarıq. Mərkəzi Komitə tədbir görər və s. Şikayətçilər yenə etiraz edir və bildirirlər. Biz şikayətimizi yalnız Brejnevə, ən pis halda SSR Nazirlər Sovetinin sədri Kasiginə deyə bilərik. Gün beləcə başa çatır. Mərkəzi Komitə şikayətçilərin gecələməsi üçün yer ayırır. Növbəti gün, iyunun 17-sində şikayətçiləri yenidən Mərkəzi Komitədə qəbul edirlər. Uzun təkidlərdən sonra onlar dərdini deyirlər. Deyirlər ki, Moskvada qərar qəbul olunub. Bizim dədə-baba torpaqlarımız Ermənistana verilir. Biz bununla qətiyyən razılaşa bilmərik. Gədəbəy məsələsi o qədər böyüyür ki, SSR Daxili İşlər Naziri Şolokov Mərkəzi Komitəyə məktub yazır. Bu həmin məktubdur. Şolokov təklif eləyir ki, bu problemi həll etmək üçün nüfuzlu komissiya yaradılmalıdır. Şolokov onu da xatırladır ki, 1968-ci ildə bu məsələ ilə bağlı Gədəbəydə silahlı toqquşma da olub. Hər iki tərəfdən 13 nəfər yaralanıb. Mərkəzi Komitənin nümayəndəsi Kiselyov isə Gədəbəydən gələn şikayətçilərə elan edir.
Şəmsəddin rayonuna verilmiş torpaqlar geri qayıtmayacaq. Bu tələbiniz əsassızdır. Gədəbəyin kəndləri böyüdülməlidir. Tağlar və Qaravəllər kəndləri başqa yerə köçürüləcək və siz də ora köçəcəksiniz. Biz Bakı ilə danışmışıq. Azərbaycanın rəhbəri Vəlaxundov sizi qəbul edib dinləyəcək. Qayıdın Azərbaycana. Onlar qayıdır Bakıya. Vəlaxundov Gədəbəyli şikayətçiləri iyunun 20-sində qəbul edir. Görüşdə 45 kolxozçu iştirak edir. Onlardan 8 nəfəri qadındır. 9 nəfər çıxış edir. 34 il müəllimin təcrübəsi olan Əhməd Mirzəyev deyir ki, onlar bizim kəndin yaxınlığında donuz ferması tikməklə milli hisslərimizlə oynayırlar. Həsən Qiyasov sual verir ki, niyə sərhəd bölgüsündə bizim yox, ermənilərin təklif etdiyi xəritələr əsas götürülür? Gədəbəy məsələsi 1969-cu il avqustun 5-də Moskvada Mərkəzi Komitənin katibliyində müzakirə olunur. Bakıya növbət təzyiqlər başlayır. İyul ayında mən Azərbaycana rəhbər seçilən kimin bir ay müddətində bu məsələni mən təhlil etdim və həmin o qərardan mən imtina etdim. Və nə qədər cəhd etdilər ki, o qərar həyata keçsin, mən ona yol vermədim.